Salam hörmətli izləyicilər, əziz biologiya sevərlər. Sizinlə canlı orqanizmlər və onun öyrənilməsi üsulları haqqındakı test izahının D variantının izahı ilə qarşınızdayıq. Birinci soruşur ki, işıq mikroskopunda soğan pürəyi hazırlanmasının müxtəlif mərhələlərini ardıcıl olaraq yazın. Yenə də birinci ilk əşya şüşəsini ehtiyatla götürürük. Yəni birinci olur 3. Sonra biz onu soğan dərci şüşənin mərkəzinə qoyuruq. Sonra isə onu örtücü mərkəzinə qoyuruq. Sonra isə ölçü ehtiyat əşya şüşəsini yerləşdiririk. Sonda isə mikroskopla müşahidə edirik. Bunları yenə nömrələyək. 1, 2, bitki 3, heyvan 4. Deməli, plastitlər əsasən bitki hüceyrələrində olur, yəni 3. Sonra heyvan hüceyrələrində birləşdi vegetal toxuması var. Burada yazırıq 4. Sporlar bakteriyalarda çoxalmağa xidmət etmir. Burada 2. Sonra göbələklər yalnız heterotrof yolla qidalanırsa, burada biz 1. Sonra 3-də soruşur ki, deməli, lobya və soya bitkisinin yarpaqlarının rəngi digər yarpaqlarından daha açıqdır. Digər bitki yarpaqlarından daha açıqdır. Biz bunu müşahidə ilə görə bilərik də. Bunu M yazırıq. Su heyvanı olan hidranın suyun düz kristalli qoyduqda heyvan oradan uzaqlaşır. Biz bunu eksperiment nəticəsində müəyyən edə bilərik. Şirin su hidrası ilə toxunduqda onun bədəni yığılır. Bədəni yığılır və ölçüsü azalır. Bunu ölçməklə də müəyyən edə bilərik. Bunu da ölçməklə müşahidə edirik. Sonra ölçmə yazaq belə. Düzgün fikirləri qeyd edin. Buradan düzgün fikirləri qeyd edin. Əksər bitki avtosol yolu qidalanır. Bir düzgün fikir budur. Bütün göbələklər heterotrof yolla qidalanır. Bir dənə budur. Heyvanlar hüceyrə divarı olmur. Bəli, bir də budur. Sonra keçirik 5-ci sualımıza. 5-ci sualımızda bu üsul hər hansı bir obyektin və ya hadisənin duyğu orqan köməyi ilə öyrənməsinə əsaslanır. Bu müşahidə üsuludur. M yazırıq başına. Deməli, eksperiment üsulunun avadanlığı, eksperiment aparmaq üçün biz pinsetdən istifadə edə bilərik. Sonra lansetdən istifadə edə bilərik. Bunlardan istifadə edə bilərik. Ölçmə üsulu üçün tərəzidən istifadə edə bilərik çəkisini ölçmək üçün. Sonra xəttkeşdən istifadə edə bilərik ölçüsünü ölçmək üçün. Və kolbadan istifadə edə bilərik həcmini ölçmək üçün. Sonra mikroskopiya. Mikroskopiyada mikroskopdan istifadə edə bilərik. Sonra əşya şüşəsindən istifadə edə bilərik. Əşya şüşəsi istifadə edə bilərik. Pipetdən istifadə edirik. Sonra örtük şüşədən istifadə edirik. Örtük şüşə. Şüşədən istifadə etmiş oluruq. Sonra məntiqi əlaqəyə əsasən tamamlayın. Botanika bitki, mikologiya göbələyi öyrənir. Botanika bitki mikologiya elmdir də. Mikologiya isə elmdir. Qidalanma prosesdir. Kök isə orqandır. Eyler-Venn diaqramda uyğun bəndləri qeyd edin. Fiziologiya. Fiziologiyaya aid olacaq göbələklərin çoxalması. Ümumiyyətlə yadınıza saxlayın. Fiziologiya deyəndə həyati proseslər. Həyati proseslər hansıdırsa biz onları götürək. Bir göbələk balığın qəsmə qaz mübadiləsi. Bu da həyati prosesi fiziologiyaya aiddir. Ekologiya. Ekologiyaya aid olanlar isə bir bitkilərin mikoriza. Bu ekologiyaya aiddir. Sonra bitkilərin yayılması. Bu da ekologiyaya aiddir. Oxşar xüsusiyyətlər isə canlının öyrənilməsi üsuludur. 9-cu sualımızda nə soruşur? Heyvan hüceyrəsi üçün düzgün ifadələri müəyyən edin. Bir formalaşmış nüvəsi var. Budur. Sonra sitoplazması var. Bir budur. Sonra xromosom var heyvan hüceyrəsində. Biri budur. D, 2, 3, 4.
Sonra heyvan hüceyrəsinin hüceyra glikogendən ibarətdir. Bir də budur. Deməli, cavabımız olur 2, 3, 4, bir də 5. Sonra keçirik 10-cu sualımıza. 10-cu sualımızda bizdən nəyi soruşur? Uyğunluğu deyir, müəyyən edir. Deməli, bu heyvandır, göbələkdir, bitkidir. Deməli, biz uyğunluğa fəal hərəkət etmək bu heyvana aid olan xüsusiyyətdir. Elə bunu buna aid edirik. Sonra yalnız heterotrof yolla qidalanmaq bu göbələklərə aiddir. Sonra fotosintez, bitkiyə aiddir. Leykoplastın olması da bitkiyə aiddir. 11. Sxemaya əsasən X tədqiqat sonu Yunan dilinin tərcüməsi müşahidə müəyyən etmək mülahizəni yoxlayır. Onu təsdiq və inkar təcrübə bu sınaq vasitəsilə gedir. Sonra 12-ci sualda cədvələ əsasən X elmi öyrənmir. Forma elmi, morfologiya elmi öyrənməyən bir sahəsi. Morfologiya elmi bir göbələklərin yayılmasında, bir də bakteriyaların qidalanmasında bu morfologiya elminin öyrənmə sahəsi deyil. A variantı. 13-cü sual. Yunan təbiət elmi. 13-cü sualın cavabı olacaq fiziologiya. Fiziologiya təbiət və elm mənasını verir. Sonra 14-cü sual. Hansı ifadələr doğrudur? Demək, doğru olanları götürəcəyik. Bir, bitkilərə nisbətən heyvanlı hərəkət formaları daha müxtəlifdir. Bir də göbələk hüceyrənin qalın hüceyrə divarı olur. O da D variantına uyğun gəlmiş olur. 14. 15-ci sualda cümlədə boşluğa uyğun olmayan canlı aləmin verildiyi sıranı müəyyən edin. Boşluğa uyğun olmayan xitin aləmlər hüceyrələrində olur. Bakteriyalar və bitkilər. Çünki göbələk heyvanda ola bilər. Olmayan istədiyinə görə bakteriyanın bitkini götürürük. X, Y, Z arasında məntiqi əlaqəyə əsasən doğru cavabı müəyyən edin. Elm sahəsi, proses, orqan. Biz fiziologiya elm sahəsidir. Yarpaq orqandır, fotosintez isə prosesdir. Bütün canlı orqanizmlər üçün ümumi deyil. Hüceyrə və iri vakuolun olması bu bütün canlı hüceyrəsi üçün ümumi deyil. 18. Cədvələ əsasən vakuola malik olan hüceyrələri sayın. Yadınıza saxlayın, vakuol bitki və göbələk hüceyrəsində olur. Bizə bitki ilə göbələk 9 ilə 7-nin cəmini içəriyəcək 16. Cavabımız olacaq 16. 19. Düzgün olmayan ifadələri müəyyən edin. Bitki hüceyrəsində vakuol olur. Xeyr. 2. Göbələklərdə plastitlər olur. 1 budur. Bir də bitki heytiyyət glikogen toplanır. Bir də budur. Bitkidə düzgün olmayan 2 ilə 3'dür. Yəni testimizin cavabı da 2, 3'dür. Uyğunluğu müəyyən edin. Bitki aləminə. Bitki aləminə aiddir. Əsasən avtotrof yolla qidalanmaları. Bir də 6 qrup toxumanın olması. 1. Göbələklər aləminə aiddir. Plastidin olmaması. Yəni bir dənə D göbələklər aləminə. Heyvanlar aləminə aiddir. 1. B. Əzələlər hərəkəti. Bir də C. Hiss orqanları. Bu qədər diqqətinizə görə sağ olun. Bəyənməyi və abunə olmayı unutmayın.